məcburi köçkün həyatı yaşayan bu Azərbaycanlı sonradan idman döyüş növlərində böyük nailiyyətlər əldə edir. Vətən müharibəsi zamanında Bəbir xüsusi təyinatlı dəstəsi ilə böyük döyüş yolu keçib. 23 döyüş əməliyyatında iştirak edir. Ən çətin anda belə soyuqqanlılığını itirmir. Qarşısında çox sayda erməni olsa da, o qorxmadan irəli atılır və qəhrəmancasına şəhid olur. Xidmət etdiyi dəstənin ilk şəhidlərindən biri Başçavuş Surxay Mehdiyev. Bəs o, komandiri ilə birlikdə ən çox haranı görmək istəyirdi? Mehdiyev Surxay bir an belə geri baxmadı. Ancaq əgər onun irəliyə getməyinə görə də bizim digər insanlar da ona baxıb irəliyə getdilər. Surxay Mehdiyev 1985-ci il dekabrın 7-sində Ağdam rayonunun Xıdırlı kəndində doğulub. 3 uşaqlı Mehdiyevlər ailəsinin ortancıl övladı olub. 1993-cü ildə Ağdam işğal olunduqdan sonra onlar Bakıya, az sonra isə Qubaya köçürlər. O Qubada bir saylı tam orta məktəbdə təhsil alır. İdmanın kickboksing və taekwondo döyüş növləri ilə məşğul olur, müxtəlif idman yarışlarında iştirak edir. Dəfələrlə birincilik əldə edir. Məktəb və məşq yoldaşlarının sözlərinə görə o uşaqlıqdan təmkinli, cəsarətli, müəllim və məşqçilərinə ehtiramla yanaşan şagird olub. 2004-cü ildə orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanan Surxay daxili qoşunlarda qulluq edib. 2006-cı ildə hərbi xidmətini başa vurduqdan sonra idmançı fəaliyyətini davam etdirib. 2 il sonra daxili qoşunların en sayılı hərbi hissəsində kiçik çavuş rütbəsi ilə müddətdən artıq xidmətə başlayıb. Xüsusi təyinatlı dəstədə atıcı, pulemyotçu vəzifələrinə təyin edilib. Baş çavuş hərbi rütbəsinə də yüksəlib. 2012-ci ildə atası Zülfü Mehdiyevin vəfatından sonra Surxay Mehdiyev qardaşı ilə birlikdə ailəsinə dayaq olur. Bu nə qədər bizə ağır olsa da bir o qədər qürur duyuruq. O anasının borcunu o qədər yüksək səviyyədə yerinə yetirmişdi ki, atası 8 ildir rəhmətə getdi. O hələ bir dəfə onun yoxluğunu hiss elətdirməmişdir. 2014-cü ildə Vüsalə xanımla ailə quran Surxayın Ayşə adında qızı, Zülfü adında oğlu dünyaya gəlir. 2018-ci ildə qüsursuz xidmətə görə medalı ilə təltif olunub. Ən böyük arzusu doğulduğu Ağdama qayıtmaq, düşməndən qisas almaq idi. Döyüş oğul, döyüş əskər. 44 günlük vətən müharibəsi zamanı daxili qoşunların Bəbir xüsusi təyinatlı dəstəsində yarım qrup komandiri olaraq döyüşlərə qatılır. Mübariz ol sona qədər, mübariz ol sona qədər. Düşməni məhv eləməyimizdən səbəblərindən biri də ki, Surxay qardaşımız idi ki, orada çox cəsur iştirak edirdi. Heç bir şeydən qorxmadı. Hər zaman bizi irəli aparırdı. Yəni geriyə çəkilmə söhbəti yox idi. Hər zaman yox yüksəkliyi verirdi ki, bizə bizimdir. Bizim torpaqdır, biz azad eləməliyik. Mayor Şıxamir Qaflanovun rəhbərlik etdiyi dəstədə ağır döyüş yolu keçir. Bəbir xüsusi təyinatlı dəstəsinin ilk döyüşü Qaraxanbəyli kəndində baş tutur. Sonra Lələtəpə istiqamətindən başlayaraq Araz boyu əməliyyatlarda iştirak edir. Cəbrayılın, Füzulinin və Hadrutun azad olunması uğrunda 23 ağır döyüşə qatılır. Hara getsən özün. Ən çətin anda belə, yəni o insan öz soyuqqanlılığını heç vaxt itirmir. Öz Ağdamdandır, mən də Ağdamdayım. Yəni həmişə mənə deyirdi ki, komandir birlikdə inşallah Ağdama da gedəcəyik. Amma qismət olmadı Ağdama getmək ki, qəhrəmancasına şəhid oldu. Qat-qat özümüzdən çox-çox erməni olsa da sayda, olsa da Mehdiyev Surxay bir an belə geri baxmadı. Ancaq əgər onun irəliyə getməyinə görə də bizim digər insanlar da ona baxıb irəliyə getdilər. Ən qabaqda getdi, igidcəsinə döyüşdü.
2022-ci il oktyabrın 19-da Vətən müharibəsinin ən çətin və vacib əməliyyatlarından biri baş tutur. Füzuli, Xocavənd rayonları uğrunda gedən döyüşlərdə dəstə komandiri mayor Şıxamir Qaflanov, baş çavuş Sahib Məmmədov, çavuş Sənan Ələsgərzadə və baş çavuş Surxay Mehdiyev qəhrəmancasına şəhid olurlar. Azad elə torpağını, haqqımızdır böyük zəfər. Onlar Bəbir xüsusi təyinatlı dəstəsinin 44 günlük Vətən müharibəsində verdiyi ilk şəhidləri idi. Haqqımızdır. Elə bilirdik ki, o başqa rayondadır. Amma deməmiş o da müharibədəymiş, özü də ön cəbhədəymiş. Biz hər telefonda danışanda çox rahat danışırdıq. Biz də sevinirdik, biz də arxayın olurduq. Deyirdi, hər şey yaxşıdır, narahat olmayın. Yaxşı olacaq hər şey. Mən qəhrəman Surxayın qızıyam. Ona görə də heç nədən qorxmuram mən. Hər zaman dik dururam. Surxay Mehdiyev 24 oktyabrda Quba şəhəri Şəhidlər Xiyabanında dəfn edilib. Böyük zəfər. Quba şəhərinin küçələrindən birinə onun adı verilib. Prezident İlham Əliyevin sərəncamları ilə şəhid Surxay Mehdiyev ölümündən sonra Vətən uğrunda və Cəbrayılın azad olunmasına görə medalları ilə təltif edilib. Böyük zəfər, qaldır zəfər bayrağını. 2025-ci ildə onun döyüş yolundan bəhs edən Surxayın İzi kitabı çap olunub.